Salam. Bugün yenə bir yerdəyik və sizin üçün topladığımız maraqlı mənbələri dərindən təhlil edəcəyik. Məqalələr var, video materiallar var. Bəli. Mövzumuz isə çox aktualdır. Gəlir makiyajı. Hə, xüsusilə toy mövsümündə. Elədir. Məqsədimiz də oldu ki, yəni toy gününüzdə makiyajla bağlı xoşa gəlməz sürprizlər olmasın, xəyalınızdakı görünüşü əldə edə biləsiniz. Tamamilə. Çalışacaq ki, bu fərqli mənbələrdən həm real həyat hekayələri var əlimizdə, həm də peşəkar məsləhətləri ən vacib, ən kritik məqamları, necə deyim, üzə çıxaraq. Görək hansı səhvlərdən qaçmaq lazımdır və nəyə diqqət etmək lazımdır. Bəli, o mükəmməl görünüşə gedən yolda. Yaxşı, elə isə başlayaq. Baxın, mənbələrdən birində çox maraqlı, amma biraz da kədərli bir hekayə oxudum. Buyurun. Bir xanım danışır ki, qohumunun toyunda məcbur olub gəlinin makiyajını özü düzəldib. Çünki vizajist yumşaq desə heç yaxşı iş görməyib. Vay, bu ki dəhşətdir, toy günü üçün. Hə də, səbəb də nə olub? Gəlinin ailəsi başqa şəhərdən deyəsən, Punadan idiymiş. Ona görə də etibarlı vizajist tövsiyəsi ala bilməyiblər. Aha, bax bu çox ciddi məqamdır. Deməli, ilk böyük səhv elə budur. Tanımadığın, yəni dost tanışın yoxlamadığı bir vizajistə belə vacib bir işi həvalə etmək. Tamamilə. Etibarlı rəylər çox önəmlidir. Amma təkcə o da deyil. Mənbələrdə başqa bir şey də vurğulanır, o da Instagram məsələsi. Yalnız vizajistin Instagramına baxıb qərar vermək. Aldadıcı ola bilər, hə? Çox, çünki o şəkillər bilirsiniz də filtrli, retuşlu ola bilər. Makiyaj təzə olanda çəkilir, əslində isə çox maraqlı bir fən var idi bir mənbədə. Nədir o? Deyir ki, makiyajın gün ərzində bütün o rəqsdən, tərləmədən, hətta yeməkdən sonra necə qaldığını görmək üçün vizajistin yox, gəlinlərin öz Instagram səhifələrinə, hekayələrinə baxın. Dobrudan. Bu çox ağıllıdır. Real nəticəni görmək üçün. Bəli. Səhər hazırlıqdan tutmuş, gecərin sonuna qədər necə qalıb, necə dəyişib, oradan bilmək olar. Filtrlənməmiş real anlar. Super məsləhətdir. Bəs Pinterest? Orada baxırıq axı ilham üçün. Pinterestdə. Oradakı şəkillər də çox vaxt, necə deyim, əlçatmaz olur. Super modellər, bahalı çəkilişlər. Hə, Cityline videosundakı vizajist də deyirdi bunu. İlham yaxşıdır, amma birə-bir kopya etmək və ya ona əsasən seçim etmək risklidir. Məhz elə buna görə də bütün yollar gəlir çıxır sınaq makiyajına. Bu, bəlkə də ən vacib addımdır. Niyə bu qədər vacibdir ki? Çünki bir makiyaj başqasının üzündə möhtəşəm görünə bilər, amma sizin dərinizdə, sizin üz quruluşunuzda, sizin rəng tonunuzda necə oturacaq? Ancaq belə bilmək olar. Düzdür. Həm də bu, vizajistlə ünsiyyət qurmaq üçün əla fürsətdir. Dərinizlə bağlı xüsusiyyətləri, məsələn, tez zonam yağlanır, ya da güləndə tonan krem qırışlara yığılır kimi bunları demək lazımdır. Bəli, müzakirə etmək üçün. Mütləq. Sınaq zamanı makiyajı fərqli işıqlarda yoxlamaq olur, bir neçə saat saxlamaq olur ki, qalıcılığını görəsən. Hətta bəzən ilk vurulanda ağır görünsə də, bir az sonra dəriyə oturur. Yaxşı, sınaq makiyajına gedərkən nə etməliyik? Məsləhət nə idi? Şəkil aparaq. Hə, Cityline-da deyirdi ki, bəyəndiyiniz makiyajların şəkillərini aparın. Amma bir məqam var. Çalışın o şəkillərdəki modellərin dəri tonu sizinkinə oxşar olsun. Aydındır. Vizajistə daha aydın olur onda nə istədiyi. Hələdir. Həm də nəyi qətiyyən istəmədiyinizi, keçmişdəki pis təcrübələrinizi də açıq demək lazımdır. Çəkinmədən. Bəs vizajistin özünün hansı stildə daha yaxşı olduğunu bilmək, bu da vacibdir yəqin. Əlbəttə. Turang məqaləsində bu qeyd olunurdu. Biri təbii makiyaj ustasıdır, biri glamur. Əgər sınaqda tam əmin olmadınızsa, məsələn, gigiyenasından ya məhsullarından, onda daha sadə, klassik bir şey seçmək daha risksizdir. Deməli, hazırlıq mərhələsi bitdi sayılır. İndi keçək toy gününə. Tətbiq zamanı ən çox nə səhvlər olur? Mənim yadıma gələn ilk şey o suya davamlılıq məsələsidir. Aha, o tuş və liner. Hə, Cityline videosunda da vurğulanırdı. Taxa kirpik olsa belə suya davamlı məhsul şərtdir deyirdi. Tamamilə doğrudur. Və bir incəlik də var. Waterproof həmişə tearproof, yəni göz yaşına davamlı demək deyil. Necə yəni? Yəni makiyaj suya davamlı ola bilər, amma göz yaşının tərkibi fərqlidir, o yenə də axıda bilər. Ona görə Cityline-da qəribə bir məsləhət var idi. Nə məsləhət? Deyirdi ki, əgər ağlamaq hissi gəlsə, yuxarı baxıb özünüzü çimdikləyin. Güya bu göz yaşını saxlayır. Ciddi, yoxlamaq lazımdır bunu. Bilmirəm, nə qədər işə yarayır, amma belə deyirlər.
Hər halda, əgər 1-2 damla axsa, qətiyyən ovuşdurmaq olmaz. Əlin arxası ilə yumşaqca silmək lazımdır. Makiyaj biraz pozulsa, səhərki təmiz beauty blenderindən yüngülcə toxunmaq olar. Ən əsası. Nədir? Qoymayın ki, xalalar, bibilər salfetlə gözünüzün altını silsin, o lap pis olar. Dəhşət. Yaxşı, bəs kipriklər. Təbii görünüş istəyənlər biraz çəkinir taxma kiprikdən. Hə, amma düzgün seçiləndə, düzgün taxılanda çox fərq yaradır. Xüsusilə fotolarda. Cityline-dan da deyirdi bunu. Hansı növləri məsləhətdir təbii görünüş üçün? Məsələn, tək-tək yapışdırılanlar var, onlar çox təbii olur. Bir də Ardell brendinin Wispies, Demi Wispies kimi modelləri var. Çox yüngül, çox rahatdırlar. Bəs nədən qaçmaq lazımdır? O çox qalın, çox uzun, hörümçək ayağı kimi görünən kipriklərdən. Həm qeyri-təbii olur, həm də göz altında kölgə salır. Dramatik istəyirsinizsə də keyfiyyətli marka seçmək lazımdır, tətil aşis kimi. Amma ən vacibi. Nədir? Taxıldıqdan 10-15 dəqiqə sonra mütləq yoxlayın, rahatdır yoxsa yox. Batırsa, dartırsa, ağırdısa mütləq vizajistə deyin. Hə, çəkinmədən demək lazımdır. Bu çox önəmlidir. Bəli, bəlkə biraz kəsmək lazımdır, bəlkə yerini düzəltmək. Sizin rahatlığınız hər şeydən vacibdir o gün. Və Turang məqaləsində deyildiyi kimi, kipriyin forması da gözə makyaja uyğun olmalıdır. Aydındır. İndi gələk tonal kremə. O Punadakı hekayəni xatırladım yenə. Uyğun olmayan tonal krem. Bəli, o da klassik səhvlərdən biridir. Xüsusilə tünd dərili xanımlarda bəzən vizajistlər rəngi düzgün tuta bilmir ya da göz altı pigmentasiyanı yaxşı örtə bilmirlər. Cityline-da da toxunulmuşdu bu mövzuya. Bəs nə etməli? Sınaq makyajı burada da kömək edir yəqin. Əlbəttə. Orada artıq ideal tonu tapıb test etmək olur. Amma əlavə olaraq Glamorous videosunda yaxşı bir məsləhət var idi. Hər ehtimala qarşı özünüzə 100% uyan, sınanmış bir tonal kremi ehtiyatda saxlamaq. Hətta öz tonal kremimizi apara bilərik. Bəli, Cityline bunu da təklif edirdi. Əgər çox narahatsınızsa, öz sevimli tonal kreminizi götürün. Məsələn, Estée Lauder kimi markaların çox geniş rəng palitrası olur. Və bir detal da var. Buyurun. Tonal kremi təkcə üzə yox, boyuna, hətta qulaqlara da biraz çəkmək lazımdır. Yoxsa fotolarda rəng fərqi çox bilinir. Bu çox vacib detaldır, həqiqətən. Bəs Vaxtas saytındakı məsləhət deyirdi ya bir ton açıq, ya bir ton tünd seçmək olar. Hə, o yəqin ki, kontur və işıqlandırma ilə birlikdə nəzərdə tutulur. Amma ümumilikdə dəriyə ən yaxın tonu seçmək daha risksizdir. Həmin saytda təbii görünüş üçün başqa məsləhətlər də var idi. Nələr idi onlar? Məsələn, lineri çəkib fırça ilə yaymaq, göz qapaqlarına açıq qəhvəyi tonlar çəkmək, tuşu dibdən uca çəkmək, belə klassik amma effektiv şeylər. Hə, bir də əlniklə dodaq boyasının uyğunluğu. Bəli, o da təbiiliyi artırır. Amanda Benko'nun videosunda da görmüşdük, qlamur makyaj da belə ənliyi çox incə, zamansız tətbiq edirdi. Çox sağlam, təravətli görünürdü. Bütün bu detallar önəmlidir, amma bunlar bir araya gəlib ümumi görünüşü yaratmalıdır, düzdür? Makyaj geyimlə, saçla, aksesuarlarla necə uyğunlaşmalıdır? Tamamilə. Bu da çox vacib məqamdır. Turangı məqaləsində bu barədə ətraflı danışılır. Yəni, gəlinlik sadədirsə, makyaj da daha yüngül, təbii olsa yaxşıdır. Əgər libas çox təmtəraqlıdırsa, o zaman makyaj da biraz daha vurğulu ola bilər. Balansı tapmaq lazımdır. Bəs o məqalədəki stillər, onları biraz aça bilərik. Əlbəttə. Orada bir neçə əsas stil təsvir olunurdu. Birincisi və ən populyarı təbii və ya Avropa stili. Burada məqsəd təbii gözəlliyi vurğulamaqdır. Yüngül tonal, təbii kölgələr, ağır olmayan göz makyajı, şaftalı tonlarda ənlik, nude dodaqlar. Çox zərif səslənir. Elədir. Sonra farfor, yəni porselen makyajı var. Daha qüsursuz dəri effekti, daha isti rənglər, qırmızı və ya çəhrayı dodaqlar, gözlərdə liner, bəzən parıltı. Amma bu, peçəkar əl tələb edir, yoxsa maska kimi görünə bilər. Bəli, ehtiyatlı olmaq lazımdır. Sonra ərəb makyajı qeyd olunurdu, amma deyilir ki, bu artıq köhnəlib. İncə qaşlar, rəngli kölgələr, qalın liner, dolğun dodaqlar. Daha az istifadə olunur indi. Və bir də moda makyajı var. Bu daha cəsarətli, trendlərə uyğun, həm parlaq, həm tünd rəngləri birləşdirə bilən bir stil. Ekspertlik tələb edir. Amanda Benko'nun o təbii qlamur yanaşması da maraqlı idi bu kontekstdə. Hə, o da çox gözəl bir balansdır. Dəri təbii görünsün, amma işıltılı, qüsursuz olsun. Ağırlaşdırmadan parıltı vermək. Yaş uyğunluq məsələsi də var idi Turang məqaləsində. Bəli,
Gənc gəlinlər üçün daha yüngül makyaj məsləhət görülürdü. Ümumiyyətlə yaşlı görünməmək üçün mat teksturalar daha yaxşıdır deyirdi. Və ən əsası, Ən əsası, seçilən stilin zamansız olması. O şəkillərə, videolara illər sonra da baxılacaq. Ona görə də o an dəbdə olan yox, həmişə gözəl görünəcək klassik bir şey seçmək daha yaxşıdır. bəli, bu çox doğru vurğudur. 5-10 il sonra peşman olmamaq üçün. Bir də o işıq məsələsi. Hə, makyaj bitəndən sonra mütləq fərqli işıqlarda yoxlamaq lazımdır. Salonda, pəncərə yanında, hətta mümkünsə axşam mərasimi olacaq yerin işığında. Çünki işıq makyajı çox dəyişir. Möhtəşəm. Deməli, əsas məqamları bir də təkrarlayaq. Vizajisti diqqətlə seçin, real işlərinə baxın. Mütləq sınaq makyaj edin, hər şeyi danışın. Suya və göz yaşına davamlı məhsullar istifadə edin. Kipriklərin rahatlığına fikir verin. Narahatdırsa deyin. Ehtiyat tonal kreminiz olsun və ya rəngidən tam əmin olun. Boyunu unutmayın. Stiliniz geyiminizə, özünüzə uyğun və zamansız olsun və fərqli işıqlarda yoxlayın. Tamamilə. Və bütün bunlarla yanaşı ən vacibi o ünsiyyətdir. Cityline-da deyildiyi kimi bu bir əməkdaşlıqdır. Vizajist sizin üçün təhlükəsiz bir məkan yaratmalıdır ki, siz istəklərinizi rahat deyə biləsiniz. Düzdür, məqsəd sizin özünüzü həm gözəl, həm də rahat hiss etməyinizdir. Bəli, özünüz kimi. Və sonda bütün bu texniki məqamlardan sonra biraz fərqli bir sual. Siz toy gününüzdə makyajınızın sizə hansı hiss verməsini istəyirsiniz? Yəni, təkcə necə görünmək yox, necə hiss etmək? Güclü, zərif, şən, təmkinli. Çox maraqlı sualdır. Və bu hissi, bu qeyri-maddi elementi vizajistinizə böyük gündən əvvəl necə çatdıra bilərsiniz ki, o bunu makyajla ifadə edə bilsin? Bu da düşünmək üçün bir mövzu. Ümid edirik ki, bugünkü söhbətimiz sizin üçün faydalı oldu. Bu özəl günə hazırlıqda sizə kömək edəcək. İnşallah. Növbəti dəfə görüşənədək. Sağ olun.